Salam əziz dostlar, Play Marketə oyun yükləyiblər. Oyunun adı Zəhhaqdır. Həm farsça yazısız gələr gördüyünüz kimi Zəhhaq. İngilis dilində də Zəhhaq yazsanız gördüyünüz kimi oyun gəlir. Bazi İrani Zəhhaq. Bu oyunda rəhbəri müəzzəmi gördüyünüz kimi şəkillərdən təhqir eləyirlər. Ümumiyyətlə İslamı, şiyyəçiliyi təhqir eləyirlər. Bu məqsədlə bu oyun yaradılıb. Xahiş eləyirik, bu oyunu şikayət eləyəsiniz ki, bu oyun Play Marketdən silinsin. Gördüyünüz kimi əvvəl sağ tərəfdə 3 nöqtə var, onu vururuq oyuna səhifəsinə girdikdən sonra. Bax, bu oyun gəlir. Sonra 3 nöqtəni vururuq. Uyğunsuz olaraq işarətlə yazılır. Bunun üstünə vururuq. Ondan sonra gördüyünüz kimi 3-cü rədifdə nifrət və ya həqarət dolu içərik. Bunu vururuq və göndər. Vururuq ki, gördüyünüz kimi etiraz göndərildi. Şikayət göndərildi. İnşallah əgər şikayətlər çox olsa, bu oyunu Play Marketdən siləcəklər. Xahiş edirik, videonu paylaşın. Bu oyundan şikayət olunsun.